Ki bir insandır, geyinər bu təvazökarlıq libasını. Məqsədi də o olar ki, insanlar ona tərif desinlər. Bu niyyətlə o təvazökarlıq libasını geyinər. Sən də baxarsan, deyərsən, maşallah, nə gözəl təvazökar insandır. Baxarsan, görərsən, sənə təzim elədir. Yəni, çox sağ ol. Sən bir dənə də deyərsən, nə gözəl insandır, nə əxlaqlıdır. Görərsən, bir dənə də maşallah. Yenə təvazö eləyir. Belə-belə səni alladar. Sən deyərsən, maşallah, nə gözəl, nə təvazökar insandır. Amma hədis deyir ki, əsl həqiqətdə o təkəbbürlü insandır. Niyə? Çünki o libası geyinib ki, ona tərif deyəsən. O təriflənməyi sevdiyi üçün özünü təvazökar kimi aparır. Əsl həqiqətdə nə oldu? O oldu təkəbbürlü insan. İnşallah biz keçən cümə təkəbbürlük haqqında danışdıq. Allahın iznilə bu cüməni onun tam əksi olan təvazökarlıq haqqında danışacaq. Buyururlar ki, təvazökar insan öz üstünlüklərini gözə salmağa sevməz. Öz xidmətləri ilə qürrələnməyi sevməz. Öz etdiyi yaxşılıqlarla qürrələnməyi sevməz. Şöhrətpərəstlikdən, lovğalıqdan uzaq olar. Bir sözlə, onlar bilirlər ki, təvazu Allah qatında çox qiymətli bir əməldir. Allah yanında çox dəyərli bir əməldir. Ən ağır nöqtələrindən biridir təvazökarlığın. Təvazökarlıq bir çox hallarda insanın davranışında və rəftarında üzə çıxır. Baxırsan bir insana, təqribi bilirsən ki, bu təvazökardır yoxsa yox. Amma deyir ki, hədisdə, deyir, təkcə insanın davranışına baxıb, onun təvazökar olub olmayacağına qiymət verə bilmərsən. Və deyir, bundan da insana qiymət vermə. Quran-ı Kərimdə ayəmiz var. Onlar təqva libasını geyinmişdilər. Bir dənə də var təvazökarlıq libası. Buyurur ki, bir insandır, geyinər bu təvazökarlıq libasını. Məqsədi də o olar ki, insanlar ona tərif desinlər. Bu niyyətlə o təvazökarlıq libasını geyinər. Sən də baxarsan, deyərsən, maşallah, nə gözəl təvazökar insandır. Baxarsan, görərsən, sənə təzim elədir. Yəni, çox sağ ol. Sən bir dənə də deyərsən, nə gözəl insandır, nə əxlaqlıdır. Görərsən, bir dənə də maşallah. Yenə təvazö eləyir. Belə-belə səni alladar. Sən deyərsən, maşallah, nə gözəl, nə təvazökar insandır. Amma hədis deyir ki, əsl həqiqətdə o təkəbbürlü insandır. Niyə? Çünki o libası geyinib ki, ona tərif deyəsən. O təriflənməyi sevdiyi üçün özünü təvazökar kimi aparır. Əsl həqiqətdə nə oldu? O oldu təkəbbürlü insan. Ona görə də deyir, insana daxilən yox. İnsanın niyyətinə baxıb, o zaman bilə bilərsən ki, bu həqiqətdə təvazökardır yoxsa yox. İnsanın niyyəti ilə deyir, aydın olur o. Çünki hədisimiz var. Deyir, əsl təvazökar insan başqasının ona təzim etməsini bəyənmir. Narahat olur ki, biri mənə təzim elədi. Etdiyi yaxşı işlər var, ona görə insanların onu yüksək mövqelərdə görməsini istəmir. Narahatdır bu haldan da. Onun ki, deyir, şəhərinə tərif deyirlər, o deyir, həmən anda narahat olur. Hədis deyir, əsr təvazökar insanın xüsusiyyəti budur. Və buyurur, deyir, təkəbbürlü insan ki var, təkəbbürlüyü müalicə edib, özünü təvazökar etmək istəyirsə, davamlı ibadətlə məşğul olsun. Allahın buyurduğu əmrləri yerinə yetirsin. Çünki buyurur, ibadət ağalıq deyil, ibadət bəndəçilikdir. Və insan da nə qədər bəndəçilik etsə, bir o qədər də Allah onu ucaldır. Və hədisdir. Deyir, çalışın, qoymayın ki, insanlar sizi tərifləsin. Sizə xoş sözlər desinlər. Deyir, buna icazə verməyin. Çünki baxın, diqqət edin, insan övladının fitrətində var. Biri bizə bir tərif deyən kimi, istər-istəməz özümüzdən asılı deyil. İçimizə az da olsa bir təkəbbürlü hissi gəlir. Ki, görməyin ki, mənim haqqımda gör nə sözlər deyirlər. O nə hədis buyurur, ha? İstəyirsən təvazökar olasan, qoyma sənə təriflər desinlər.
Biri də səni tərifləndə dinə sən Allah eləmə. Onun da xüsusiyyətlərini sizə danışacağım. Həzrət Əli Aleyhisselamın hədisi var. Deyir cəmaət, mən bunu bir dəfə səhv eləmirəmsə danışmışam, çox uzun danışmışam, bir neçəsini deyəcəm. Deyir cəmaət, təvazükar insanları tərifləyəndə, onlar deyir dərhal narahat olurlar və qorxurlar. Deyirlər ki, biz özümüzü insanlardan daha çox tanıyırıq. Dərhal öz nəfslərini ayaqlarının altına atırlar. Çox çətin bir nöqtədə. Həqiqətdə gözəl insandır. Və bunu tərifləyirsən, dərhal deyir ki, xahiş edirəm, eləməyin. Mən özümü başqalarından daha yaxşı tanıyıram. Nəfsi atır ayağın altına. Həzrət Əlinin xidmətlərini bilirsiniz, Əhl-i Beytə bax. Gecə vaxtı gedərdi. İnsanların qapısına, onlara yardım eləyərdi. Qoymazdı ki, heç kim tanısın ki, bu Həzrət Əlidir. Və yaxud İmam Səccad ağa. Xidmətlərini gecə eləyərdi. Birdən biri İmam Səccad ağanı tanıyardı, dərhal imam ondan xahiş eləyərdi ki, sizdən xahiş eləyirəm. Məni digər insanlara tanıtmayın. Qoy bilməsinlər bu yardımları eləyən kimdir. Belə xidmətlər eləyirdi Əhl-i Beyt. Həzrət Əli davamında buyurur, deyir, təvazükarları tərif elədilər. Onlar Allahdan istəyir ki, Allahım, bu cəmaət ki, məni tərif elədi, mən bu cəmaətin gözündə bu cür yaxşı insanam. Allahım, səndən xahiş eləyirəm, onların düşündüyündən də daha yaxşı insan elə məni. Nə gözəl insandır bu. Zaten gözəl insandır. Həqiqidir, onlara tərifə layiqdirlər. Allahdan görmək istəyirlər. Deyirlər, daha da yaxşı insan elə məni. Və sonrasına baxın, amma Allahım, məni ki, daha gözəl insan, daha yaxşı insan elədin, məni insanlara tanıtma. O cürünə tanışmaq ki, mən gözəl insanam. Niyə? Birdən yolumu azaram. Sonraki dualarına baxın. Allahım, mənim bu insanlardan gizlin olan eyiblərim var. Xətalarım var. Allahım, sənə yalvaram ki, bunu insanlar bilmir. Amma sən bilirsən. Allahım, mənim o eyiblərimi bağışla, o xətalarımı, o günahlarımı bağışla. Və təvazükar insan daim Allahla bu cürlə münasibətdədir. Allahla bu cürlə münacatlar eləyir. Gözəl bir dənə söz oxudum, qoy bunu deyim sizə. Təvazükarlıq haqqındadır, təbii ki, məcaz mənadadır. Deyir, əgər təvazükarlığın dili olsaydı, və bu cür nə deyərdi? Öz faydasından. Deyərdi ki, ey insanlar, əgər mən sizin varlığınızda olsam, Allahın razılığını sizə tərəf çəkərəm. Və hər bir insanın hər bir işdə inkişafına səbəb mənəm. Təvazükarlığın dilindəndir. Sonra mənə görədir ki, insanlar axirətdə səadətə çatıb, cənnətə daxil olarlar. Həqiqət də, insan nə qədər təvazükar olsa, bir o qədər xoşbəxt olar. Və xoşbəxt oldu, Allahın razılığına səbəb olar. Sonu da nədir? Deyir, axirət səadəti, cənnətə nəsib olar sənə. Cənnətə daxil olarsan. Bir nəfər İmam Rıza ağaya sual verir. Deyir, ağacan, bu təvazükarlıq nədir? Əzim imamımız cavab verir. Deyir, təvazükarlığın dərəcə və mərtəbələri var. Deyir, birinci budur. Sənlə necə rəftar olmağını istəyirsən? Sən də deyir, insanlarına o cür rəftar elə. Yoxsa sən get, insanları əz, insanların qəlbini qır, incid, vur, ağır sözlər dinə, sonra dinə ki, məndən yaxşı davran. Deyir, belə bir şey yoxdur. İmam deyir, səndən nə cür davranılmağını istəyirsən, sən də get, insanlarına o cür davran. Deyir, birdən başqasından pislik görsən, gedib ona pislik eləmə. Get, o pisliyi deyir, sən yaxşılıqla aradan qaldır. Deyir, qəzəblənən zaman öz qəzəbivi yatızdır, sakitləşdir özünü. Nəyinə? Deyir, səbr etməklə. Allahdan səbr diləməklə. İnsanların günahından keç və bil ki, Allah yaxşı əməl sahiblərini sevir. Sonda təvazükarlığı necə qazanaq? Bunu da deyim, inşallah bitirirəm. Nemətlərin deyir, Allahdan olduğunu unutmayaq. Ağıl nemətini də, mal, mülk, var dövlət nemətini də, vəzifəni də bizə verən Allahdır. Bir mənalı olaraq insan övladı bunu qəbul eləsin. Allah Teala'nın Quran-ı Kərimdə ayəsi var. Sizə verilən hər bir nemət Allahdandır. Bunu başa düşün. Bu ayə bizə öyrədir ki,
bizim sahib olduğumuz heç bir şey bizim deyil. Əlimizdə olan heç nə bizim deyil. Bizim adətən təkəbbürlü olmamıza səbəb olan elə budur da. Mən qazanıram, mənimdir. Mən oxumuşam, mən öyrənmişəm, bu elm mənimdir. Mən əziyyət çəkmişəm, gəlmişəm, bu vəzifəyə çıxmışam, bu məqama yüksəlmişəm. Mən. Bir də baxırıq, artıq təkəbbürlüyün pik nöqtəsindəyik. Təvazökar olmaq istəyirsən, bil. Ağıl nemətdə, mal-mülkdə, vəzifədə, məqamda, ümumiyyətlə bir sözlə əlində nə var? Sənin deyil. Allahın sənə verdiyi bir əmanətdir. Bunu dərk eləsən, ən təvazökar insan olarsan. Öz səhvlərimizi deyir düşünək. Öz qüsurlarımızı düşünək. Başqalarının ayıblarına deyir baxma. Öz ayıbıva bax. Həqiqətdir də, nə qədər günahımız var, nə qədər xətabımız var, nə qədər eybimiz var. Burada bir-birimizə can deyib evdə ailəni incidirik. Övladı incidirik, qohum-əqrabanı incidirik. O insanların gözündə görsən bir-birimizə can deyirik. Deyir, get öz ayıblarına bax. Gör nə qədər eyblərin var. Onu düzəlt, ondan sonra Həzrət Əlinin hədisi deyir, get öz eyblərini düzəlt, sonra başqasını eyb axtararsan. Təvazökarlığın da xüsusiyyətidir. İstəyirsən təvazökar olasan, deyir, başqasının eyblərinin işin olmasın sən. Get öz eyblərini düzəlt. Sonra çox vaxtını çalış ehtiyac sahibinin yanında keçir. Yardıma ehtiyacı olan insanların yanında keçsin. Onlara daha yaxın ol və deyir, istəyirsən ki, təvazökar olasan, hər zaman ölümü xatırla, axirəti xatırla.